Mən Azərbaycanlı bir ana kimi Azərbaycan uşaqlarının gələcəyindən çox narahatam. İlham Əliyev gələni Azərbaycanın kişiləri arvad olub. Arvadları da ki, fahişə. Çoxsu deyirəm də, yəni ki. Bunun hamısının yaradıcısı kimdir? İlham Əliyev. Bəziləri mənə deyir ki, yox deyir, İlham Əliyevlik nə var ki? Qoy deyir ki, bununla ailəsi məşğul olsun, ailə neynəsin? Ailə səhər yuxudan durur, ər gedir, nə bilim, qul bazarına, ora-bura, çörək dalısıycan, pul axtarır, neynir ki, evinə, balalarına çörək gətirsin. Ana qalır belə, bilmir ki, balasına nə yedizdirsin. Ona görə bu uşaqların çoxsu küçədə keçir, internetdə keçir. Baxırsan, görürsən Bayram Nurlunun, nə bilim, səhifəsinə hamısı 1 milyondan çox adam var. O birisində həmçini. Buna baxan mən sən deyirəm ki, onlara abunə olan sən mən deyirsən ki, bunlara da abunə olan gənc balalarımızdır da. Gənc balalarımız görür ki, bunlar bu vəziyyətdə yaşayırlarsa, deyir ki, mənim atam səhər çıxır, axşam gəlir elə, mən də bunların bir tayı olum. Elə ilə də olur, bir də görürsünüz də özünüz. O biri oğlanı, nə bilim, nidaçı idi. Onu tutdular, başına nə oynaşdılar, çıxandan sonra işi yox, gücü yox. Özünə arvad elədi, indi həmin yolla pul qazanır. Bayram Nurlunu çıxartdılar televizora, molla kimi. Ondan sonra gördü ki, mollalıqla, aferistliklə bir şey olmur. Başladı, o cinsiyyətini dəyişdirdi. O birilər həmçini belə, ay bala, niyə görə siz bizim balalarımızı bu günə qoydunuz? Niyə? Axı bunların təqsirləri nə idi? Əgər bunların başları qaçısıydı işinə, gücünə, bunlar bu günə düşərdilər, yox. Bunlar iş tapa bilmir, bir yerdə çörək pulu. Məsələn, tutaq ki, Bayram Nurlunu, hamı deyir ki, belə deyil, axı o iş tapa bilsiydi, o yolu seçməzdi. Görün nə gündədir ki, Allah rəhmət eləsin hamının ölənlərinə, elə onun da ölənlə. Ana da, xala da, ata da onu qəbul elədi. Yəni ki, evlərinə çörək gətirən budur. Ona görə deyirəm ki, İlham Əliyev, bunları yaradıcısı sənsən. Bu şeyi qoyanın, təməli qoyan sənsən. Məsələn, bizdə nə var idi? Azərbaycanda qeyriyyət birinci idi. İndi Azərbaycanda qeyriyyət qalmayıb ki. Bir kişiyə deyirsən ki, kişi kimi söz verirsən, deyir kişi demə ağzını əylər. Bax, bunların hamısının nəticəsi nədir? Bunlar odur ki, sənin yaratdığın bu hakimiyyət bu günə qoydu. Deyirlər, İlham Əliyevlik nə var? Ailə özü məşğul olsun ona. Ay bala, əsas cəmiyyət deyə. Bax, məsələn, Bayramın səhifəsində 1 milyon nə qədərsə baxdım biyaqları adam var. Bunları abunə olan cavan uşaqlardır da. Yaxşı, bunlar görüblər, hamısı geyinmək istəyir, yemək içməyir, gəzmək istəyir, dünyanı görmək istəyir. Görürlər, belə pul qazana bilmirlər. Gedirlər, o hacılara arxayın olurlar. Deyirlər ki, hacı saxlayacaqdır cəhənnəmə ki. Və mən də onu deyirəm ki, İlham Əliyev, sən zavod, fabrik açıydın, sən uşaqların təhsilini düzgün qoyuydun, deydin, indi müəllimlərə hörmət yoxdur. Niyə? Çünki müəllimləri uşaqlar saymırlar. Həmin o müəllimlərə ki, biz vaxtında heç bilmirdik ki, bu müəllim evdə su içir, ya çay içir, neynir? İndi uşaqlar onun bütün hərəkətlərini bilirlər. Niyə? Adicənə sənin seçkilərində, saxta seçkilərində müəllimlər bültenləri oralarında, buralarında gizlədirdi. Bax, ona görə də müəllimin hörmətini öldürdün. Sənin komandon, bütün nə qədər ki, nazirlərin var, nə qədər hamısı Paşayevlərdən gəlmələrdir. Bunların hamısı Rusiyada oxumuşlardır. İndi hərdən birdən bəzən durub nağıllar aləminə səyahət aparırsan insanları. Qardaş, nağıllardan keçib İnsanları cahilləşdirmişsən, insanları narkomanlaşdırmışsan, insanlar, güya sən bilmirsən ki, narkotik hardan gəlir. Əgər sənin sərhədlərin bağlıdırsa, sən niyə görə düşmüsən bu şeylərin üstünə? Kömrüyün sədrinin gözünü çıxart, sərhəd qoşunlarının gözünü çıxart, İqtisadiyyat nazirinin gözünü çıxart. Deyinə, körsüz, görmürsünüz ki, Azərbaycana bu gəlir. Polisə sən niyə o boyda voylanı verirsən ki, deyirsən ki, polis, çünki niyə? Polis səni qoruyur. Əgər polis insanların dubinkalarını göstərməsəydi, sən orada otura bilməzdin. Mən həmişə deyirəm ki, təqsir ailənin başçısındadır. Sənin təqsirində
Odur ki, sən bu millətə atalıq eləyə bilmədin. Həqiqətən, birinci, əgər bir ailədən ki, fahişə çıxırsa, deyirlər, atomun boyun yerə soxum. Qardaş, eyni şeydir də, dövlət də ailədir də. Sən də bu dövlətimizin başçısısan da. Sən elə bilirsən ki, səni söymürlər, sənə naxrucan söz demirlər. Sənin yanıva girənlər ki var, qəbulunda, sənin yanında əyilirlər, desin, öp ayağımın altından öpürlər, işdiyimə görə hətta onları döyürsən də, yeri gələndə. Onlar çölə çıxanda hamısı cin kimi çıxır. Sənin heyfi insanlardan çıxardır. Birindən şikayət edirsən, deyir, git kimə eləyirsən elə. Çünki niyə? Sən, cənab prezident, sən onları o vəzifəyə qoymasaydın, o rüşvətlər alınmasaydı, dolyalar alınmasaydı, onlar qələt eləyərdilər nəsillərinin ağzı ilə, kimsənin şikayətinə baxmasaydılar. Sən ona qoymadın. Uşaqları əziyyət çəkir. Millət acdır, susuzdur. Gedmirsən, indi ətin qiymətini qaldırmısan, özünün də deyirsən ki, ətə dabaq düşüb, nə bilim, nə düşüb. Götürmüsən Monqolistandan, nə bilim, Hindistandan ölmüş heyvanları orada dondurub sən cəmaata güya ucuz qiymətə verirsən. Sən görmürsən ki, insanları nə gündə, onsuz yağı zadı pis günə qoymuşsun. Sən insanları iminlə Azərbaycanda genosid gedir. Genosidi siz eləyirsiniz. Siz pula görə bu insanı, bəs onun qorxmursunuz ki, sizin hər birinizin balalarınız var. Sizin bir gün bugün Allahın ahı tutacaq sənin balaları da. Tutub, Məsələn, baxıram, yazığım gəlir, hərdən sizə yazığım gəlir ki, o boydana milyardlarla, o boydana pullarla, o 3 dənə balon sizdən sonra neyniyəcək? Bax, mənə o maraqlıdır. Axı, üçündə bir nəfərin ağlı yoxdur. Baxırsan, onlara ürəyim ağrıyır. Deyirəm ki, bu pulları kim üçün yığırsınız? Kim üçün? Emin Ağalarov gəldi Azərbaycana, Azərbaycanı təhqir elədi. Nərdaran dindar bir yerdir də, Azərbaycan kəndlərinin içində, Bakı kəndlərinin içində ən dindar yer Nərdaran idi. Nərdaranda kazinolar açılır, Nərdaranda fahişəxanalar açılır. Bax, buna oturub siz Azərbaycanı təhqir eləmək üçün mütləqa o yeri seçdiniz. Çünki niyə? Nərdaranı seçməklə siz Azərbaycanlılara bildirdiniz ki, Azərbaycan, sən heç kimsən. Sən Azərbaycanı qurban verdin. Sən pula Azərbaycanı qurban verdin. Sən ona buna Azərbaycanı qurban verdin. Putinə qurban verdin. Trump'a qurban verdin. İtə verdin, qurda verdin. Bir ucdan gedirsiniz. Nə bilim, Afrikada filan kəsə bu qədər verir. O birisinə bu qədər verir. Papamıza 45 milyon verirsən. Düz 17 ildir. Döyülməyən qapı qalmayıb. Bir hər yer döyülüb, deyib ki, Azərbaycanda xəstə uşaqlar var, autizmli uşaqlar var, onlara kömək eləyin. Onlara bir dənə tədris müəssisəsi açın. Ölərdiniz, 1 milyonunuz yoxdur ki, bunlar heç lazım deyil. Bu boydana malları konfiskovat olunanların birinin əmlakını verin bunlara, uşaqlar işlətsinlər də. Çünki niyə? Siz öz-özü fikirləşirsiniz, siz xalqı fikirləşmirsiniz. Xalq da ki, bədbəxt olub, xalqın qorxusundan səsini çıxarda bilmir. Qorxmurlar, canlarında bu var. Çünki əgər qorxmasaydılar, məsələn, o fahişələr bir də görsən konsert verir, bulvarda zətdə. Elə yığışın hamız ora, qaydında dağılmayın. Deyin, tələb edirik. Mən demirəm ki, devirin onu. Mən deyirəm ki, İlham Əliyev, devrilmə. Özün bilərsən, göy gələn sənin kimi olmayacaq, ya səndən yaxşı olacaq, hələm etməyə elə gəlir ki, Fatma xala da gəlsə səndən yaxşı olacaq. Amma ki, indi bilmirəm. Baxın, görün ki, bu cəmaat nə istəyir? Cəmaat desin, İlham Əliyev, bizim milləti bədbəxt eləməginə, İlham Əliyev cəmaatımızı pis günə qoymagina. Bax, cəmaat bunu deməlidir. Amma bizim cəmaatımız yaltaqlıq eləyir. Vallahi baxıram, özüm şok oluram. İlham Əliyev neynəsin ki? Abala, nə deyim, canınazlar eləsin. Mən də deyirəm ki, İlham Əliyev bu insanlara kömək eləməlidir. Mən kimdən, adam atasından, anasından kömək istəyir də. Bizim də dövlətimizin atası İlham Əliyevdir, anası da Mehriban Əliyeva. İndi mama ilə papa bu millətə kömək eləməlidir də. Amma
Hansı atanı, hansı ananı görmüsüz ki öz boğazından, balasının boğazından kəsib gedib qonşusuna versin? Elə bir şey yoxdur. Mən görməmişəm. Bəlkə Kevran var, mən amma görməmişəm. Amma İlham Əliyevlə Mehriban xanım Əliyeva ikisi bizim pullarımızı, bizim boğazımızdan kəsilir. Ya Afrikaya, ya İrana, ya nə bilim Turana, ya Sırana, bilmirəm də indi 45 milyonu Papaya göndəriblər. Mən başa düşəm, nə kilsələri tikmək, nə o birini. Sən məscidlərimizi tikmirsən ki, kilsələri tikirsən. Ona görə də ki, mən bir dənə sizə deyirəm ki, Allahunuz olsun. Bu millətin ahı yerdə qalmayacaq İlham Əliyev. Şəxsən mən özüm hər yatanda, hər duranda deyirəm ki, bizi bu ölkədən didərgin salanın Allah balalarını didərgin salsın. Ayrı nə deyə bilərəm ki, mənim bircə dənə sizdən xahişim var. Xahişim də deyir, sözümü deyirəm, indi xahiş kimi başa düşürsən, döyüş o birisi. Mən deyirəm ki, nə olar ömrünüzdə kişilik ediyində bu xalqa qarşı, nə olar? Çox xahiş edirəm. Mehriban xanım, sən də ana ol bir dəfə.